Videomuzun mövzusu arıların qışa hazırlanmasıdır ki, bu da payızın əvvəllərində həyata keçirilməlidir ki, müəyyən tədbirlər görülməlidir ki, çünki havalar soğuyandan sonra arıçılar arı ilə işləyə bilməyəcək. Çünki arı artıq pasiv həyata keçəcək. Buna görə tam vaxtıdır indi arıları qışa hazırlamaq üçün. Birinci iş burada başlayır bal süzümündə. Bal götürərkən ən birinci görüləcək iş arılara düzgün yemin saxlanmasıdır. Əgər arılara düzgün yem saxlanılmazsa, təbii ki, arı qışda tələf olacaq acılıqdan. Əksər hallarda arıçılarımız arasında populyar mövzudur. Balı götür, şirə ver. Əziz arıçılarımız, əziz qardaşlarımız, bu tamam kökündən səhv bir şeydir. Kökündən atılan səhv addımdır. Arıya təşviq edici yem ver deyirik. Amma da demirik ki, yemin hamısını götür, onun yerinə şirə ver. Düzdür, bu bal yaza çıxmayacaq. Düzdür, yemə qarışmayacaq. Bal tədarükçüsünə ziyanı olmayacaq. Amma arı özü min cür xəstəlikə tutulacaq. Çünki o şirə soyuqda xarlaşacaq, çöküntü verəcək. Arıda bağırsaq xəstəliyindən tutmuş min cürə xəstəlik yaradacaq. Ona görə arılara bu cür zülm eləmək olmaz. Arının yemini düzgün saxlamaq lazımdır. Müəyyən qədər təşviq edici yemləmə aparılmalıdır ki, arı payız balası qoysun. Əsas ən birinci diqqət buna yetirilir. Yemin düzgün verilməsi. Artıq yemin saxlanılmasında da məna yoxdur. Artıq yem müəyyən qədər ehtiyata biraz artıq tuta bilərsən, amma çox da yem saxlayıb yeri geniş saxlamanın da mənası yoxdur. Misal üçün, normal yeşiklərdə təxminən 10 kiloqram, güclü yeşiklərdə 15, maksimum güclü yeşiklərdə 20 kiloqram bal kifayət edir. Belə yeşiklərdə bizdə təsadüfən olur, ölkəmizdə, ətrafda. Normalda 10-15 kiloqram maksimum bəsdir. Zəif yeşiklərə bir qədər də az. Əsas diqqət nəyə yetirilməlidir? Arıçılarımız yem saxlayarkən soruşur. Neçə çərçivə saxlayaq? Tutaq ki, 2 çərçivə. Tam dolu çərçivədə saxlamaq olmaz. Bəs arı balanı hara qoyacaq? Bilmək lazımdır ki, arıçılarımız, gənc arıçılarımız bilməlidir ki, arı yem olan çərçivədə salxım şəklində oturur. Temperatur 15 dərəcədən aşağı düşdükdə. Tutaq ki, bu çərçivələrdə yem var. Arı bunlarda salxım bağlayacaq. Yem olan çərçivədə. Bala qoymaq üçün də bu çərçivədən istifadə edəcək. Əgər çərçivə tamamilə doludursa, bala qoymağa yer olmayacaq, bala qoymayacaq. Tam soyuğa düşəndə də onsuz da qoymayacaq. Ona görə nə etmək lazımdır? Yarımçıq çərçivələrdə bal saxlamaq lazımdır. Amma bunda da diqqət yetirmək lazımdır. Yarımçıq mühürlənməmiş çərçivələri vermək olmaz. Yetişməmiş baldır və arını qarın ağrısına salar, xəstəlik törədər. Mühürlənmiş yarımçıq çərçivələr saxlanmalıdır. Kiloqramla təxminən nəzərdə tutulmalıdır. Deyək ki, normal yeşikə 10 kiloqram, 12 kiloqram bal ayırdın. Nisbətən yarımçıq çərçivələrdə, dolu çərçivələrdə baş tərəfə vermək şərtdir. Bu cür arıya yem verilir. Bundan əlavə, yer məsələsi. Bəzən görürsən ki, arı 4 çərçivəni örtür, 10 dənə çərçivə saxlanır arıya. Bu arının sistemini pozar. Arı temperaturu saxlaya bilməyəcək. Bilmək lazımdır ki, arının yuvasında, çərçivələr arasında 20 dərəcə qışda temperatur olmalıdır. Salxımın mərkəzində 35 dərəcə temperatur olmalıdır. Yer böyük olanda arı bu temperaturu ala bilmir. Kiçicik bir sirkələnmədə arı salxımdan töküldü, iflic olur soyuqdan, qalxa bilmir salxıma, nəticədə tələf olur tökülən arılar. Bunu bilmək lazımdır, diqqət yetirmək lazımdır. Bəzən yem yoxlamaq məqsədi ilə deyirlər ki, arı sağdı yoxsa yox. Gəlir, möhkəm yumruğu vurur böyürdən, qulaq asır. Olmaz, qəti olmaz. Salxımdakı arılar salxımdan tökülür, soyuq havada bir daha geri qayıda bilmir, tələf olur. Yüngülcə toxunmaq lazımdır. Yüngülcə toxunub arının səsinə qulaq asmaq lazımdır. Peşəkar arıçı arının səsindən, arının hansı halları keçirdiyini biləcək. Susuzdursa, misal üçün, quru yarpaq xışıltısı verəcək arı. Acdırsa, zarıyacaq, sanki uğultu olacaq müəyyən qədər. Fasilələrlə uğultu gedəcək, yem tükənirsə. Bu halları arıçı bilməlidir, müşahidə eləməlidir. Ən yaxşısı budur ki, yemi düzgün ayır, yerin düzgün böl, artıq çərçivə qoyma. Bəzən deyirlər ki, yaşlı arıçılarımız, hətta mənim özümə də vaxtilə məsləhət götürürlər. Dolu çərçivələri verdim, başdan boş çərçivə at, heç bir mənası yoxdur. Güya ki, soyuqdan qoruyur. Qardaş, mənim yeşikimin qalınlığı kifayətdirsə, görürsünüz, 5-lik taxtadır. Buradan soyuq onsuz da ona təsir eləməyəcək. Arı əvvəl kənarlardan yeyib, mərkəzdə yemi saxlayacaq. Onsuz da boşaldacaq oranı. Qışda mərkəzə gələcək arı.
Yox, əgər sənin yeşikin naziksə, kənardan əlavə izolyasiya yarat. Buradan artıq çərçivə atıb arının yerini əlavə genişləndirmə. Ehtiyac yoxdur. Arını mümkün qədər qışda əksinə yerini daraltmaq lazımdır ki, lazımı temperaturu yarada bilsin. Bu əsas amillər qeyd elədik. Bal götürülərkən bunlar nəzərə alınır. Qışa girəndə arı təbii ki, büküləcək bu öz yerində. Elimizdə belə misal var. Deyir, arının başını isti, ayağını sərin saxla. Arını bəzən bükürlər teplitsə kimi. Bizim zona kimi rütubətli zonada qəti effekti deyil bu. Xeyrindən çox ziyanı var. Rütubət yaradır və rütubət arıya soyuqdan çox ziyan vurur. Arının yemi bol olsa soyuqdan qorxma. Arının başını möhkəm bastırmaq lazımdır. Rusiya kimi soyuq yerdə 40 dərəcə şaxtada arının üst hissəsini möhkəm bastırırlar, aşağı hissəsi bastırılmır. Aşağı hissəsi möhkəm isti olsa, qışda cüzi isti olan kimi bala qoyacaq, əlavə yem tükədəcək, 35 dərəcəyə qaldıracaq temperaturu, havalar ani olaraq yenə soyuduqda tələf olacaq iş. Bunlara diqqət eləmək lazımdır. Arıçılarımız bunları bilməlidir. Arını bastırmağın da özünün yolları var. Ən vacib amillərdən biri xəstəliklərə qarşı mübarizə aparmaq. Bal götürüldükdən dərhal sonra varroa cənələri ilə mübarizə aparılmalıdır. Varroa cənələri ilə mübarizə müxtəlif yollarla aparılır. Maye məhsullarla aparılsa daha yaxşıdır. Amma ölkəmizdə ən çox lentlərdən istifadə olunur ki, onların da iyilərinə fikir vermək lazımdır. Əsasən, mən məsləhət görərdim ki, Rusiyada istehsal olunan taxta lentləri hopdurulmuş məhlullardan istifadə olunsun. Əgər mümkünsə, maye məhlullardan istifadə eləsinlər. Bu bir. Bala olan dönəmdə bu varroa cənələri ilə mübarizə 21 günlük periodla aparılmalıdır. Çünki biz bura lenti atdıq. Arıların üzərindəki varroa cənələri öldü. Yuvalardadır yumurtalar əsasən. Çıxan arılarla birlikdə yeni cənələr çıxdı. 21 gündən sonra bir daha təkrarlamaq lazımdır ki, yeni çıxan balalarla çıxan cənələr də ölsün. 2 dəfə bunu təkrarlayırıq. Varroa lentlərini verərkən nəyə diqqət eləməliyik? Nə qədər miqdarın soruşurlar. Güclü yeşiklərə 2 lent atılır. Normal yeşiklərə 1 lent atılır. 4 çərçivədən az olan yeşiklərə bu lentlərin atılması məsləhət deyil. Başqa preparatlardan yüngül dozada istifadə etmək lazımdır. 4 çərçivədən azsa bu lentlərdən istifadə olunsa xeyrindən çox ziyan olacaq. Çünki xüsusən ana arının bala qoymasına mənfi təsir var. Bundan əlavə tənəffüs yollarında buna da gənə deyirlər. Əslində bu xroniki iflit deyirlər buna. Buna qarşı da əsasən bipin preparatından istifadə olunur bizdə. Müxtəlif preparatlar var. Ölkəmizdə ən çox bundan istifadə olunur bipindən. Xroniki iflitdir. Profilaktik tədbir hökmən görülməlidir. Vaxtında tədbir görülməsə, xəstəliyi artıq müşayiət eləyəndə gec olur. Artıq koloniya məhvdir, əldən çıxdı. Varroa cənəsində təcrübəli arıçı vaxtında müayinə eləyə bilir. Amma xroniki iflitdə qətiyyən əvvəlcədən müayinə eləmək olmur. Ancaq və ancaq profilaktik tədbir görülməlidir burada. Bundan əlavə, bağırsaq xəstəliklərinə qarşı mübarizə aparılmalıdır payıza girmədən öncə. Burada antibiotiklərdən də istifadə edir bəzən arıçılarımız, amma diqqət yetirilməlidir. Əksər antibiotiklər çöküntü verir yemdə, bu da xeyrindən çox ziyan törədir. Elə preparatlar seçilməlidir ki, çöküntü verməsin. Misal üçün, oksatetraskilin və bu tərkibli dərmanlardan istifadə eləyə bilərlər. Yemlə birlikdə verilir. Yem necə verilməlidir? Bu preparatları verərkən əsasən 2 günlük periodlarla verilsə, təşviq edici yem kimi də faydası olacaq bu yemin. 2 günlük periodlarla, hər gün verməyin də faydası yoxdur o qədər də. Ən əsas, ən az gün aşırı, ən yaxşısı 2 gündən bir periodlarla disiplinlə verilməlidir ki, arı həm xəstəliklərdən müalicə olunsun, həm də ki, təşviq olunsun, bala qoysun. Bala qoymaq niyə vacibdir payızda? Bəziləri deyir, yemi tükədəcək. Xeyr. Yaşlı arı xəstəliklərə də tamamilə açıq vəziyyətdədir. Cavan arı xəstəliklərə dayanıqlı olacaq. İkinci, yaşlı arıların ömrü qışın ortasında tükənəcək. Payızda çıxan balalar yaza qədər çıxacaq. Ona görə payız balaları vacibdir. Ən nəhayət, qışda deyirik arılar salxım bağlayırlar. Salxımdakı temperaturu gənc arılar saxlayır. Balı yeyir və 35 dərəcəyə qədər temperaturu salxımın mərkəzində qaldırır. Yaşlı arılar bu temperaturu yarada bilmir. Nəticədə bəzi arılarda deyir, heç bir xəstəlik yox idi. Yem də kifayət qədər idi, arım sönüb, arı tükənib, ölüb.
Birinci səbəb xəstəlik yoxdursa əgər arılar yaşlı olub ölüb, ikincisi yaşlı olub soyuğa davam gətirə bilir, temperaturu yarada bilir. Ona görə payız balalarında qoyulmasına arıçılar xüsusi diqqət ayırmalıdırlar. Bugünlük deyəcəklərimiz bu qədər. İnşallah növbəti videolarımızda arılarımıza qulluq elədikcə yenə də məsləhətlərimizi, bildiklərimizi deyəcəyik. Bir də ki, payız qulluqlarında arıçılarımız diqqət eləməlidir. Bax görürsünüz, basqınçı arı artıq gəldi. Bu arı əgər buradan geçsəydi, özü ilə yeni dəstə ilə gələcəkdi. Basqına diqqət eləsinlər. Payızdan böyük təhlükədir. İndi başlayan basqın ya qışda da isti temperaturlarda, 15-i keçən temperaturlarda davam edəcək düz yaza qədər. Arıların qırılmasının ən böyük səbəblərindən biri basqınlardır. Bunlara da arıçılarımız diqqət eləməlidir. Yekun olaraq yadımızdan çıxmışdı, bunu da qeyd edək. Bax görürsünüz, çərçivələrin azaldılmasından danışmışdıq. Görürsünüz, bu yeşik baldan sonra bölünən pörədir. Bax, burada artıq çərçivələr var. Bu çərçivələri burada saxlamağın heç bir mənası yoxdur. Mən bunları təbii ki, ləğv edirəm. Ki, arının oturduğu sahə daralsın. Bu qədər. Yeni videolarımızdan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.